dəyərli izləyicilərim, bugün sizə kərə yağı haqqında danışıram. Belə ki, illərlə kərə yağı ilə bizi düşmən elədilər, güya xolesterolu qaldırır, güya ziyandır və ondan sonra da bu ürək-damar xəstəlikləri başladı çoxalmağa. Mənim əzizlərim, amma əsl kərə yağı, indi sizə deyəcəm ki, həm zoba olanlar üçün, həm ürək xəstəliyi olanlar üçün, sümük ağrıları olanlar üçün ümumiyyətcə nələrə xeyir olduğunu deyəcəm və gündə 20 qrama yaxın, 20 qram demirəm, 20 qrama yaxın kərə yağı yeməsəniz, həyatınızda nələr baş verəcəyini bilsəniz, hər gün siz rasionunuza 20 qrama yaxın kərə yağı əlavə edərsiniz. Desəniz, Məryəm xanım, siz bu əsl kərə yağından gedir söhbət, yəni margarin olmasın, ucuz yağlar olmasın. Desəniz ki, Məryəm xanım, bahalı yağları bəs hardan bilək ki, təmizdir? Bəli, mən bir neçəsini yoxlatmışam. Məsələn, mən kağızlarını açıb yığıram qablara. Mən Rus rublu ilə Rusiyada yaşayıram. 300 rublə olan yağı alıram mən. Siz də bilmirəm, 300 rublun nə çevriləndə nə olur. Və mən bunu yoxlamışam. YouTube'da girin, baxın, qaynar suyla necə yoxlayırsınız yağın təmiz olmağını, kərə yağının təmiz olmağı haqqında. Mənim əzizlərim, dəyərli xanımlar, dırnağınızın, saçınızın gözəl olmasını istəyirsinizsə, baxın, kim ki A vitamini, D vitamini, Y vitamini içir, kərə yağını 20 qrama yaxın gündə kərə yağı yesəniz, orqanizmdə deməli həmən o A vitaminin, D, Y vitaminin əmilməsinə kömək edəcək. Amma kərə yağsız onları siz içəndə, onların sizin heç bir xeyri olmur mənim əzizlərim. Və tərkibində ən əsası A vitamini olduğu üçün gecə korluğu deyirlər, onun qarşısını alır. Amma yeməsəniz bunlar sizin həyatınızda gözünüz görməməyə başlayacaq. Deməli, kərə yağı A vitamini ilə o qədər zəngindir ki, ona görə də kərə yağını yeyəndə görmə qabiliyyətimiz yaxşı. Tərkibində A vitamini çox olduğu üçün gözünüzə xeyirdir, saçınıza, dırnaqlarınıza xeyirdir. Bütün bir çox vitaminlər var. İndi gələk zoba olanlara. Deməli, tərkibində yod və selen, əsl kərə yağından gedir söhbət. Yod və selen olduğu üçün zobunuzu yaxşı işləməsinə kömək edir mənim əzizlərim. İndi başqa xeyirlərini deyim. Tərkibində butriyat turşusu var. Və bu butriyat turşusunun köməyi ilə bizim orqanizmimizdə ən gözəl iltihab əleyhinə rol oynayır. Təsəvvür edə bilirsinizmi? İltihab, indi zamanəmiz elədir ki, yediyimizdən, havadan, ümumiyyətcə orqanizmimizdə iltihab olur. Və bunun təsəvvür edirsiniz ki, necə qarşısını alır. Və mədəmizdə elə bir təbəqə yaradır ki, mədəmizə o qədər gözəl öz yağı ilə, təmiz yağdan gedir söhbət. Sizə o margarindən danışmıram, sizə o bəzi yağların adını çəkə bilmirəm və hətta yağı da belə kağızında göstərə bilmirəm, çünki olmur, bəzən qoymur, TikTok, YouTube icazə vermir. Elə bilirlər reklamdır. Bəziləri də elə başa düşəcək, mən yağı reklam edirəm. Ay bədbaxtlar, yağın reklamının mənə ehtiyac yoxdur. Mən dəyərli xalqım üçün danışıram ki, mənim əziyyətimə dəyər verib, mənə sağ ol yazan, gözəl sözlər, sevgilər yazan, dəyərli və səviyyəli izləyicilərim üçün danışıram. Və sümük ağrılarına, mənim əzizlərim, sümük ağrıları olur. Çox vaxtı deyirsiniz, mənə çox yazırsınız ki, Məryəm xanım, qığırdaq yeyilməsi, sümük ağrıları. Siz inanırsınızmı ki, nə qədər ki elə pis yağlar yeyəcəksiniz, nə qədər ki ancaq zeytun yağı yeyəcəksiniz. Düzdür, zeytun yağı xeyirdir. Soyuq sıxın, amma zeytun yağında yemək bişirmək olmaz. Amma əsl kərə yağında, bir də avokado yağında yeməyi yüksək atəşdə belə, qızartma belə eləyə bilərsiniz. Yəni siz özünüz bilirsiniz, hərə özü hansı yağ işlədir, hansı yağın təmiz olduğunu bilirsiniz. Mütləqdir ki, bax bu qığırdaq yeyilməsidir, sümük əriməsidir, dirsəklərimdə ağrı olur, dizlərimdə ağrı olur, Məryəm xanım, neyiniyim? Bax, elə bu yağ yeməməyinizdən sizin irəli gəlir. Nə qədər adama demişəmsə, yağı həyatlarına əlavə etdikdən sonra deyirlər ki, Məryəm xanım, doğrudan da halal olsun sizə, sümüklərimin ağrısı getdi və istəyirəm hamınız belə sağlam olasınız, mənim əzizlərim. En gözəl tərkibində konjug linoik turşu olduğu üçün və omega 3 olduğu üçün özünüz də araşdıra bilərsiniz. Ay, hansı xəstəliklər varsa sizin özünüzün də bilmədiyiniz həzm prosesinizi yaxşılaşdıracaq, cavanlaşdıracaq, qocalmanın qarşısını alacaq. Dediyim kimi və bir çox, baxın, pis yağlar yiyəndən sonra ürək xəstəlikləri artdı. Xolesterolu qaldırmır, amma necə? İndi mən sizə deyəcəm, necə mən istifadə edirəm. Və sizə göstərəcəm ki, 20 qrama yaxın nə qədərdir təxminən, ondan çox isə bəli, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Zeytun yağını salatlarınıza əlavə edirsiniz, amma kərə yağını istəyirsiniz balla, yağla, səhər-səhər onu yedikdə sizə bir gözəl enerji verəcək, o sizi doyumlu tutacaq, yaddaşınızı yaxşılaşdıracaq və saymaqla bitmir. Mənim bəzən ola bilər ki, yadımdan çıxa bilər. Elə bir turşular var ki, onların tərkibində
tərkibində, həmən kərə yağının, əsl kərə yağının tərkibində insan orqanizmi üçün çox gözəldir. Xanımlar, ələlxüsusda gözəlliyinə qulluq edən xanımlar, ələlxüsusda üzünüzün, saçınızın, dırnağınızın gözəl olmağını istəyən xanımlar. Mən isə sizə indi göstərim ki, şəxsən mən necə günə 20 qrama yaxın kərə yağımı necə yeyirəm. Əzizlərim, mən kofe ilə, baxın, bugün kofemi içdim və kofemin içinə əlavə eləyirəm. Baxın, belə bir xörək qaşığı görürsünüz, çox yekə olmayan xörək qaşığı ilə bir. Mən hər gün bu qədər çaşqama, baxın, təxminən 20 qrama yaxındır bu. Kofemə əlavə elədim, mən artıq içmişəm. Siz də istəyirsiniz balla suxari çörəyinizə, istəyirsiniz təkcə elə belə yeyə bilərsiniz, istəyirsiniz yeməyinizə əlavə eləyə bilərsiniz. Yəni, necə sizin üçün, necə xoşdursa, elə yeyə bilərsiniz, amma olsun ki, yiyin mənim əzizlərim. Gözəl bacılarım, dəyərli qardaşlarım, şorbada, plovda, yeməklərinizdə, hamısında, amma çalışın, siz hər gün bunlara əməl edin, üzünüzün gözəlləşməsini, ümumiyyətlə, orqanizminizin çox yaxşı işləməsini görəcəksiniz və gəlib sizlər də yazacaqsınız ki, Məryəm xanım, Allah sizdən razı olsun, necə günü-günündən özünüzü yaxşı hiss edirik, bağırsağımız, mədəmiz ağrıları getdi, çünki dediyim kimi, mədənin silikli qışasını elə gözəl o bürüyür öz yağı ilə, özünün tərkibində olan yağ turşuları ilə. Mütləq əməl edin və deyim ki, mənim gözəllərim, gözəl bacılarım, dəyərli qardaşlarım. Məryəm xanım yeganə diyetologdur ki, nutrisiolog diyetologam mən və təhsilimi Rusiyada almışam. Mütəxəssis olduğum üçün mənim qrupuma girənlərə, istəyirsinizsə təbii ki, artıq bütün dünyaya səs salmışam, mənim qrupuma girənlər mənim əzizlərim. Heç bir apteka göndərib dərman aldırmıram, tam təbii hər şeyin kimyasını belə öyrədirəm. Baxın, hansı diyetolog yağın tərkibində nələr olduğunu sizə izah edir. Mən hər bir şeyi izah edirəm, çünki bizə oxuyanda bunu öyrədiblər mənim əzizlərim. Və sizə apteka qəbz olursunuzsa, mən sizə apteka göndərib siyena çayıdır, acılıq otudur, dəvə gözüdür. Belə şeylər aldırmayacağım mənim əzizlərim. Çünki bilirəm ki, onlar dəhşət saçır. Mədəninizin, bağırsağınızın mikroflorasını pozur, silikli qışasını zədələyir mənim əzizlərim. Onlar sizə çox zərərlidir. Tənbəl bağırsaq eləyir. Tam təbii, sağlam həyat tərzi keçirərək qəbzlikdən azad olacaqsınız qrupumda və mən sizə heç nə satmayacağım. Nə arıqlama çayı, nə arıqlama kofesi. Çünki bilirəm ki, onlar dəhşət saçır. Saçınızın, üzünüzün, dırnağınızın gözəlliyini, hətta dırnaq göbələyindən azad olmağın sirlərini həmən qrupa daxil olan kimi öyrədəcəm. Və indi mənə siz cavab verin, görüm Azərbaycanda belə bir qrup varmı ki, bircə dəfə 20 manat ödəyib bir il qrupda qalırsınız. Və əsas məsələ odur ki, siz gərək diyetologunuza baxasınız ki, özü görəsən formadadırmı doğrudan da? Görəsən saçı, üzü botokslu, şişmiş deyil ki, bizi də o yönə yönləndirəcək. Amma mənim qrupumda belə şeylər hamısı qadağandır. Tam təbii həyat tərzi ilə sağlam həyat tərzi sürəcəksiniz. Böyük qarnından azad olacaqsınız. Taliyanız istədiyiniz kimi olacaq mənim əzizlərim. Çox tezliklə də gözəl nəticə əldə edəcəksiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Bircə dəfə 20 manat ödəyib bir il qrupumda qalırsınız. Yoxdur belə bir qrup mənim əzizlərim, məndən başqa təbii ki. Və nömrəmi isə videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə əzbər deyəcəm. Amma necə deyirəmsə o cürə əlavə edin. Heç bir əlavələr ora 00, nə bilim 994, 55, 70 əlavə etməyin. Təbii ki, istəyirsinizsə sağlamlıq orduma qoşulmaq, necə ağzımdan çıxan cür eşidirsinizsə o cürlə yaddaşa salın. Üstə gələk 7, 901, 288, 26, 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.